Hər vaxtınız xeyir olsun. Bugün tam mövsümü ikən cökə çiçəklərindən çay dəmləyirik. Cökə qızdırmanı salır, immuniteti qaldırır və bədəndən iltihabı atmağa kömək eləyir. Xüsusilə mövsüm keçidlərində ən yaxşı təbii dərmandır. Həm də stresi və həyəcanı azaldan, rahat yuxu gətirən çox güclü, dincəldici xüsusiyyəti var. Çiçəkləri sərib 2 gün qurumağa qoyuruq. Quruduqdan sonra isə artıq dəmləməyə hazır olacaq. Əvvəlcə suda yuyuruq, sonra isə çaynikə 1 litr su töküb ocağa qoyuruq ki, qaynasın. Ardından üzərinə bir böyük tutam cökə əlavə edirik. Qaynamağa başlayan kimi götürürük, rəngini və özünü tam suya verməsi üçün 1 saat dəmlənməyə qoyuram. Rəngi və ətri ilə şəfa mənbəyi olan cökə çayımız tam hazırdır. Sizin də hazırlamağınızı mütləq tövsiyə edirəm. Əgər videomu faydalı hesab etdinizsə, bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik.